Bismillah. Ya Allah, Bismillahirrahmanirrahim. May ayının 19'una təşkil etdiyimiz Kərbəla və Məşəd ziyarətimiz artıq bu günləri, yəni iyun ayının 1-də başa çatır artıq. İyun ayının 1-i və biz zəvvarlarımızla bərabər Bağdad hava limanındayıq. Allah'a min şükür olsun ki, zəvvarlarımızla Bakı-Tehran yolu ilə gəlib və Bağdad-Bakı yolu ilə inşallah vətənimizə tərəf dönəcəyik. Bir neçə gün ərzində biz 4 Peyğəmbəri və 7 imamı ziyarət elədik. Allah həmd olsun, Allah şükür olsun, sağ və salamatçılıqla ziyarətlərimiz başa çatdı. İnşallah indi istəyirik zəvvarlarımızın qısa olaraq təəssüratlarını öyrənək. Ondan sonra fikirlərini görə ziyarətdən, bizlərdən, şirkətin nümayəndələrindən, şirkətin bu xidmətlərindən razıdırlar, yoxsa razı deyirlər. Buyursun, bizim iki qardaşımız burada, Zahir qardaşımız və Süleyman qardaşımız. Ya Allah, buyur qardaşım. Salam aleyküm, mən hamını buradan salamlayıram. Bütün həmyerlərimizi Allah təala hamıya nəsib eləsin. Belə gözəl ziyarətləri inşallah. Tur rəhbəri Rasim qardaş və ona kömək edən həmişə çəkilişlər edən Ədalət qardaş, hər ikisinə Allahdan can sağlığı. Etdiyi əməllər Allah dərgahında dərəcəyə qəbul olsun inşallah. Allah köməyiniz olsun. Süleyman qardaşımız görə nə demək istəyir? Buyursun Süleyman. Çox gözəl, çox razı qaldıq. Allah köməyiniz olsun. Allah bu turun bütün başçıların, Allah hamımızdan razı olsun. Allah belə bu ziyarətləri həmişəlik bizə hər dəfə getməyi nəsib etsin. Allah Rasim qardaşımızı da, Allah onunla gedən Ədalət qardaşımızı da Allah razı olsun. Allah köməyiniz olsun. Ya yaxınlaşaq görək. Əmimizi birinci İnşallah ziyarətimiz haqqında, təəssüratımız haqqında qısa. Razı qaldınız, qalmadınız, necə oldu, nətər oldu? Ziyarətimiz çox gözəl keçdi. Allah ziyarətimizi qəbul eləsin. Sizin də bizə elədiyiniz hörmətlərə görə sizə minnətdaram. Allah köməyiniz olsun. Çox sağ olun, var olasınız. Allah razı olsun. Gedib bir-birlərə tərəf. Bəzən, bir də mən tərəf tut. Bəzən elə bilirlər, məsələn, videolara baxanda elə bilirlər ki, məsələn, zəvvarlar əvvəlcədən videodan əvvəl hazırlanıb, yəni heç kim heç nə deyilməyir. Məsələn, məlumat verir ki, çəkiliş edəcəyik, hazır olurlar və yaxınlaşırıq, təəssüratlarını alırıq ki, hansı Öz fikirlərini özləri. Bəli, yaxınlaşaq burada bizim xanım zəvvarlarımıza. Ya Allah. Başlayaq necə Sevinç xanım. Sevinç xanım, necə oldu ziyarətiniz, necə keçdi, nətər oldu? Ziyarətimiz çox gözəl keçdi. Təəssüratımız çox əladır. Başda qrup rəhbərimiz Hacı Rasim olmaqla, Hacı Ədalət olmaqla, qrup üzvlərimiz hamısı çox mədəni, gözəl insanlar idi. Ziyarətimizi doya-doya gözəl şəkildə elədik. Qrupumuzda olan Solmaz xanıma da təşəkkür edirik. Bizim bəxtimizdən o da oradaydı. Ondan sonra təəssüratımız belə əladır ki, qrup rəhbərimiz bizə bütün məlumatları, tarixi məlumatları, imamlar, peyğəmbərlər haqqında çox savadlı surətdə çatdırdı. Qəşəng qayğımıza qaldılar. Yəni ki, təşəkkürdən başqa, razılıqdan başqa bizim narazılığa heç bir əsasımız yoxdur. Çox sağ olsunlar. Allah onlardan razı olsun. Allah sizdən də razı olsun. Təşəkkür ederim. Buyurun, bibi. Əziz zəvvarlarımızdan olan birimiz. Allah sizdən razı olsun. Səndən yox alamız. Bütün getməyənlərə də Allah qismət eləsin. Sizə də can sağlığı versin. Çoxlu zəvvarlarınız olsun. Allah razı olsun. Buyurun Şirin xanım xala. Şirin bibi. 3 dəfə Rasimlə gəlmişəm. Gözəl yerləri gezdirib bizi. Namazlarımızı qılırıq. Çox yaxşı ziyarət eləmişik. Yenə istəyirəm, arzum odur ki, 4-cü dəfə gəlim. İnşallah, inşallah. Allah ömür versin. Buyurun Esmir xanım. Bizim ziyarətimiz çox gözəl keçdi. İllərlə arzu edirdim Kərbəlaya gəlim. Rasim qardaşımız, Ədalət, Solmaz xanım bizə çox dəyər verdilər. Necə lazımdır bizə ziyarət elədilər. Hər şeyi başa saldılar. Çox gözəl. Onlardan çox razıyam. Sağ olsun. Allah razı olsun. Buyurun Şərafət bacı. Mən də zəvvar yoldaşlarım kimi çox razı qaldım. Çox gözəl.